Tarix 13 iyun 2025-ci il. Saat 03:30. İran hələ yatarkən İsrail İslam Respublikasına qarşı indiyədək həyata görülməmiş ən geniş miqyaslı hava hücumlarından birinə başladı. İlk hədəflər mülki yaşayış məntəqələrinə çox yaxın olan hərbi bölgələr idi. Sonra İranın ən kritik nüvə obyektləri bombalandı. Partlayışlar təkcə paytaxt Tehranda deyil, Natanz, Fordo, Məşhəd, İsfahan kimi şəhərlərdə də eşidildi. İsrail ordusu 100-dən çox hədəfin vurulduğunu açıqladı. Peyk görüntüləri silahlı pilotsuz uçan aparatlardan, uzaq mənzilli raketlərdən və bunkerə qarşı mübarizə sursatlarından istifadə edildiyini göstərdi. İran hücumların əksəriyyətinin dəf edildiyini iddia etsə də, itkilər ağır oldu. İsrail hücumla İranın nüvə infrastrukturunu və hərbi komandanlıq zəncirini hədəfə aldığını bildirdi. Bunlardan biri İranın ən mühüm nüvə obyekti olan Natanz atom zavodudur. Bu müəssisə İranın uranın zənginləşdirilməsi proqramının mərkəzlərindən biridir. İsrail bu hücuma Yüksələn Aslan əməliyyatı adını verdi. Bu ad çox diqqət çəkəndir. Çünki İrandakı rejim müxalifləri bayraqlarında aslan simvolundan istifadə edirlər. Ona görə də burada məqsədin İranın nüvə proqramını hədəfə almaq olduğunu düşünmək olmaz. Böyük ehtimalla rejim dəyişikliyi də hədəflənir. Zərbələr zamanı həlak olanlar arasında İranın hərbi və nüvə proqramı kadrlarının aparıcı adlarını görmək olar. Onların arasında İran Baş Qərargahı rəisi Məhəmməd Baqiri, İnqilab Keşişçiləri komandanı Hüseyn Səlami, keçmiş İran Atom Enerjisi Agentliyinin sədri Fereydun Abbasi var. Həmçinin nüvə potensialının inkişafı sahəsində çalışan ölkənin aparıcı alimlərinin də öldürüldüyü bildirilir. İran Dövlət Televiziyası hücumlar zamanı mülki vətəndaşların da həyatını itirdiyini açıqladı. Hücum ABŞ və İran arasında Ommanda aparılan nüvə danışıqlarından dərhal sonra baş verdiyi üçün vaxtı da diqqət çəkicidir. İranın nüvə proqramı yeni deyil. 2000-ci illərdən bəri beynəlxalq ictimaiyyətin gündəmindədir. 2015-ci ildə imzalanan İran nüvə sazişi Tehranın uranın zənginləşdirilməsi potensialını məhdudlaşdırmışdı. Lakin Trump administrasiyası 2018-ci ildə ABŞ-ı bu razılaşmadan çıxardı. Bundan sonra İran da öz öhdəliklərini yumşaltdı. Bugün İranın əlində 60% saflıqda təxminən 275 kiloqram uran olduğu təxmin edilir. Nüvə silahı istehsalı üçün tələb olunan hədd isə 90%-dir. Yəni İran texniki olaraq bu nöqtəyə çox yaxındır. Tehran nüvə proqramının hərbi deyil, mülki məqsədlər üçün olduğunu bildirir. İran həmçinin rəsmi olaraq nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinin tərəfidir. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyi zaman-zaman şəffaflıq çatışmazlıqlarına diqqət çəkir. Bu gün İranın əlində 60%-li saflıqda təxminən 275 kiloqram uran olduğu təxmin edilir. Nüvə silahı istehsalı üçün tələb olunan hədd isə 90%-dir. Yəni İran texniki olaraq bu nöqtəyə çox yaxındır. Tehran nüvə proqramının hərbi deyil, mülki məqsədlər üçün olduğunu bildirir. İran həmçinin rəsmi olaraq nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinin tərəfidir. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyi zaman-zaman şəffaflıq çatışmazlıqlarına diqqət çəkir. Bugün dünyada 9 ölkə nüvə silahına malikdir. ABŞ və Rusiya nüvə başlıqlarının sayına görə açıq-aşkar liderdir. Çin, Fransa, İngiltərə daha məhdud, lakin təsirli imkanlara malikdir. Pakistan, Hindistan və Şimali Koreyanın nüvə proqramları regional səviyyədə çəkindirici xarakter daşıyır. İsrail isə nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinin tərəfi deyil. Proqramını açıqlamasa da, təxminən 90 nüvə başlığına sahib olduğu təxmin edilir. İran hücumlardan qısa müddət sonra İsrailə 100 silahlı pilot uçan aparat göndərdiyini açıqlayıb. İsrail isə onların əksəriyyətini havada məhv etdiyini bildirir. İran hücumda ABŞ-ın da məsuliyyət daşıdığını iddia edir. ABŞ isə hücumlardan xəbərdar olduqlarını, lakin iştirak etmədiklərini bildirir. Birləşmiş Millətlər Təşkilatının siyasəti nüvə obyektlərinin heç vaxt hədəfə alınmaması yönündədir. İngiltərə, Fransa, Çin və Türkiyə kimi ölkələr gərginliyin azaldılmasına çağırış edir.
son hadisələr dünya bazarlarında da təlatümə səbəb olub. Neftin qiyməti 13% artıb, qızıl rekord təzəliyib. Bu işin harada bitəcəyini kim bilə bilər ki? Çünki bu cür hücumun qarşısındakı ən böyük maneələrdən biri İranın nüvə obyektlərinin yerin çox dərinliklərində bastırılmasıdır. ABŞ bu hücumda iştirak etmədiyini açıqlayıb. Amma bu cür bunkerə qarşı bombalara yalnız ABŞ sahibdir. Yəni, bombaların anası adlanan nüvəsiz ən böyük partlayıcı sursat. Ona görə də bu hücumun hədəfinə çatacağına heç bir zəmanət yoxdur. Bu hücum təkcə İsrail ilə İran arasında bir haqq hesab deyil. Ekspertlər iki məsələdə həm fikirdir. Regional müharibə riski artır. Bu hədd isə təkcə silahlı münaqişələrlə müəyyən edilmir. Diplomatiya, enerji qiymətləri, beynəlxalq nəzarət mexanizmləri və bəli, nüvə potensialı ilə çəkilir. Bütün bu tənlikdə isə bəlkə də əsl savaş bu sualda gizlənir. Nüvə silahı həyatda qalmaq üçündür, yoxsa məhv etmək üçün?